Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli yer tutan şair, əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə ithaf olunan Şair ömrü bədii sənədli filminin təqdimat mərasimindəyik. Görkəmli şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə həsr olunmuş Şair ömrü bədii sənədli filminin ilk nümayiş olub. Nümayiş Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə şairin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Ekran əsərinin ssenari müəllifi Günel Mehri qeyd edib ki, portret janrında çəkilən filmdə süni intellekt texnologiyasından istifadə edilib. Tofiq Bayramın yaradıcılığına həsr olunmuş bu xatirə filminin işığına toplaşmışıq. Şair ömrü adlanır film. Səbəb də odur ki, çox adam şeirlər yaza bilər, yaradıcılıqla məşğul ola bilər, amma hər kəs şair ömrü yaşamır. Və Tofiq Bayramın yaradıcılığını araşdıranda bəlli oldu ki, Tofiq Bayram məhz şair ömrü yaşamış insanlardan biri olub. Yəni onun həyatı bir növ şeirləşmişdir. Və bu baxımdan həm də ki, Tofiq Bayramın deməli həyatında sırf özün şairliyə həsr etdiyi üçün bəzən seçimlər qarşısında qalırdı və bu seçimləri həmişə yaradıcılıqdan yana eləyirdi. Yəni yaradıcılıqla nəfəs alırdı və bu məqamları mən araşdıranda mənim üçün çox təəccüblü və maraqlı gəlmişdi ki, yəni bu cür yaradıcılığı ilə nəfəs alan insanlar olubdu. Ümumiyyətlə düşünürəm ki, ədəbiyyatı bugün hər şeyin texnika ilə uzlaşdığı, hər şeyin duyğulardan uzaq düşdüyü bir dövrdə ədəbiyyatı mümkün qədər təbliğ etmək lazımdır və düşünürəm ki, bu filmdə o mənada vacib layihələrdən biridir. Üstəgəl süni intellektin istifadə olunduğu teleməkanda ilk bədii sənədli filmdir deyə bilərəm. Şair ömrü filmi ilə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə Tofiq Bayram yaradıcılığı ilə tanış olanda bütün şeirlərini ümumiyyətlə nəzərdən keçirəndə bir dənə şair ömrü gözümüzün önündə canlanır. Ümumiyyətlə Tofiq Bayram yaradıcılığında vətənpərvərlik mövzusu, ailə dəyərləri. Biz bu işə başlayanda gördük ki, ümumiyyətlə Tofiq Bayram şeiri cəmaata, gənclərə, xüsusən gənc nəsilə çatdırılmalıdır. Orada xüsusilə ailə dəyərləri xüsusi önəm daşıyır. Hətta övladlarına belə şeir yazıb. Qarabağı vermərəm deyə bir şeiri var. O həmən vaxtı ümumiyyətlə Qarabağın bir qarşı belə işğal olunmamışdı. Həmən dövrdə müəyyən cəhdlər hissi olunurdu. Ən azı belə deyək də mövzu kimi var idi. O mövzunu eşidəndə narahat olub Qarabağı vermərəm deyə bir şeir yazır. Yəni haykırırdı. Başqa digər, məsələn, qadın ürəyi şeirində qadınların necə zərif, incə məxluq olduğunu, onlara diqqətlə yanaşılmasının vacib olduğunu aşılayır. Kişinin və qadının ümumiyyətlə məsuliyyətini aşılayır ki, ailədə qadının rolu nədən ibarətdir, kişinin rolu nədən ibarətdir? Bunu bizə öyrədir. Biz də gördük ki, ümumiyyətlə bu dəyərlərin, şeirlərin və şeirlərdə olan ideyaların, dəyərlərin çatdırılmasına ehtiyac var və belə bir nəticəyə gəldik ki, bunu bir film formasında da biz cəmaatımıza, vətəndaşlara, izləyicilərə çatdıra bilək. Məsələn, bir şeirindən misal gətirə bilərəm o ailə dəyərləri ilə bağlı danışanda, qadın ürəyində ki, sevən ürəklərdə bir istək gəzir, bir şirin təbəssüm, bir loxma çörək. Vəfalı kişilər evə tələsir, ilk görüş yerinə tələsənlər tək. Film standart portret janrındadır, Tofiq Bayram haqqında. Bəli, ilk dəfə deyəndə süni intellektdən bir çox filmlərdə istifadə olunub, istəyir xarici ölkələrdə, istəyir bizim ölkələrdə istifadə olunub, bizim ölkədə istifadə olunub. Amma portret filmdə demək olar ki, filmin 40% demək olar ki, süni intellektdən istifadə olunub. Tofiq Bayramın öz obrazını süni intellektlə yaratmış, hətta səsini belə istifadə eləmiş. Yəni, süni intellektdən onun səsini bizə lazım olan diyaloqla ön plana çıxartmışıq. Mən daha çox danışmaq istəmirəm. Adətən rejissorlara deyirlər ki, film haqqında nə danışa bilərsən? Biz danışmadıq bu dəfə, Tofiq Bayram xatirəsi danışdıq. Çünki Tofiq Bayram elə bir poeziya adamı idi, elə bir şair idi, elə bir yazar idi ki, o insanı bizim rejissor qəlbimizə sala bilmədik. O bizi öz qəlbinə saldı və biz ona uyğun olaraq bir portret film hazırladıq. Şairin ailə üzvlərindən çıxış edən Tofiq Bayramın bacısı Svetlana Bayramova filmi yüksək qiymətləndirib və əməyə keçən hər kəsə öz təşəkkürünü bildirib. Hər şeydən qabaq bura yığışan bu çox sayılı insanlara təşəkkürümü bildirirəm. Mən bu adamları girib burada görəndə çox sevindim. Deməli, Azərbaycanda şeir də var, şairə hörmət də var. Səməd Vurğunun ifadəsi ilə desək. Və
Mənim qardaşımla bağlı uzun müddət çəkdi bu filmin hazırlanması. Bu filmin ərsəyə gəlməsində xidməti olan hər bir kəsə özləri minnətdarlığımı, təşəkkürümü bildirirəm. Filmin üzərində, bilmirəm, mən filmi görməmişəm. Deyilənlərə görə mənə sürpriz hazırlayırlar. Mən də sizin kimi bu zalda birinci dəfə filmə baxacağam. Amma məsələ burasındadır ki, bu filmin yaradıcıları, senari müəllifindən tutmuş, operatoruna gibi, rejissorundan tutmuş, o texniki məsələlərə baxan insanlara kimi. Hamısı çox böyük məhəbbətlə işləyiblər, çox böyük əzmlə işləyiblər. Dəfələrlə deməli ki, çəkilişlər aparıblar. O çəkilişlərdə biz ailə üzvlərindən də bir neçə nəfəri iştirak eləmişik. Mən çox şadam ki, Tofiq haqqında, Tofiq Bayram haqqında bir film, indiyənəcən bir neçə filmlər çəkilib, amma bu filmin özəlliyi bundadır ki, bu bədii və sənədli bir filmdir. İndi inşallah baxarıq, görərik, film necə alınıb. Ümidvaram ki, o boyda zəhmətin müqabilində yəqin ki, uğurlu bir iş ortaya qoyulacaq. Bədii qiraət Xəzər Süleymanlı Tofiq Bayram yaradıcılığını dərin sevgi ilə izlədiyini vurğulayıb və şeirlərini səsləndirib. Tofiq Bayramla bağlı sənədli filmdə mən də bir neçə şeirlər səsləndirmişəm və düşünürəm ki, bu sənədli filmdə yer almaq mənim yaradıcılığım üçün də çox gözəl bir məqamdır. Ən azından bu sənədli film illərlə yaşayacaq və yəqin ki, növbəti nəsillər də bizi orada görəndə müəyyən qədər Tofiq Bayram yaradıcılığının qiraətlə bağlılığını da hiss edə biləcəklər və düşünürəm ki, çox uğurlu sənədli filmdir. Əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm ki, mənə də az da olsa bir yer verdilər. Burada bir neçə şeir səsləndirdim və hər birinə bir daha təşəkkür edirəm. Daha sonra tədbir iştirakçıları Şair ömrü filmini izləyiblər. Nizami Cənnətov, İranə Novruzzadə, Gün TV.